Salam dəyərli izləyicilər, yeni ildən siqaretlərin bahalaşacağı gözlənilir, xəbəri paylaşırıq və burada üstəgəl işarəsinə zəhmət olmasa bir dəfə toxuna bilərsiniz. Bir sıra tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib. Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmraslanov bildirib və qeyd edib ki, dəyərli izləyicilər, yerli istehsala əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz dərəcələrinin artırılması tamamilə idxaldan asılı olan və kifayət qədər aşağı aksiz dərəcəsinə malik bir sıra alternativ tütün məmulatlarının istifadəsinin çoxalmasına və minimal qiymətlər səbəbindən onların bazar payının kəskin artmasına gətirib çıxara bilərdi və qeyd olunur ki, bəzi tütün məmulatlarının aksiz dərəcələrinin dəyişdirilməsi təklif olunub. Birincisi, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullardır. Bu məhsullar üzrə aksizin 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25 manat 50 qəpiyə qaldırılması təklif olunur. İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlərdir. Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata fərqə baxın. İdxalda isə 30 manatdan 170 manata qaldırılması təklif olunur deyə komitə sədri bildirib. Yəni fərq 30 manat 170 manat. İndi siqaretlərin qiymətinə necə təsir edəcək onu yəqin ki, yaxın 20-25 gün ərzində görəcəyik.